Hər kəsə salam. Gəlin bugün birlikdə çox maraqlı bir şey edək. İngilis dilini öyrənək, məktəb çantamızı açıb baxacağıq, görək içində nələr var və onların ingiliscə adlarını öyrənəcəyik. Necədir? Hazırsınızsa, başlayaq. Super! Gəlin başlayaq onda. Görəsən çantamızın içində hansı sirlər gizlənib? Gəlin birlikdə açaq baxaq. Çox maraqlı olacaq, söz verirəm. Bax, bu sual sənədir. Sənin bel çantanda nə var? Bir anlıq fikirləş. Hər gün məktəbə özünlə nələri aparırsan? Dəftər, kitab, bəlkə də bir alma. Hə, görəsən başqa nə? Deməli, bugün öyrənəcəyimiz ən vacib şeylərdən biri budur. I have. Bu o deməkdir ki, mənim var. Yəni, əlimizdə nə varsa bu cümlə ilə deyə biləcəyik. Çox asandır, görəcəksiniz. Baxın, ekranda iki vacib şey var. Biri sual, biri də cavab. Kimsə səndən nəyin var soruşsa, deyəcək, what do you have? Yəni, what do you have? Biz də cavabımıza həmişə belə başlayacağıq. I have, yəni I have. Gəlin bir yerdə deyək, sual, what do you have? Cavabın başlanğıcı, I have. Bu qədər sadə. Yaxşı, gəlin indi çantamızı açaq və ilk iki şeyi çölə çıxaraq. Hazırsınız? Görəsən nədir? Və çantamızdan çıxan ilk şey bir pozan. Aha, pozan. Bəs ingiliscə necə deyilir? Deyilir eraser. Gəlin birlikdə tələffüz edək. Eraser. Bir də cəhd edək. Eraser. Super. Artıq bir söz bildik. İndi o öyrəndiyimiz I have var idi, ha? Gəlin bu sözü ona əlavə edək. Demək istəyiriksə ki, mənim pozanım var, deyəcəyik I have an eraser. Gəlin birlikdə yavaş-yavaş deyək. I have an eraser. İndi hamısını bir yerdə. I have an eraser. Əla. Gəlin çantaya bir daha əlimizi salaq və bu dəfə çıxan karandaş. Karandaş isə ingiliscə pencil deməkdir. Tələffüzü də elə asandır ki, baxın, pencil. Hamı birlikdə desin, eşidirəm. Pencil. Afərin. İndi gəlin deyək ki, mənim karandaşım var. Artıq qaydanı bilirik, elə deyil? I have a pencil. Bir daha təkrar edirik. I have a pencil. Çox yaxşı. Möhtəşəm gedirik. Artıq iki sözü cümlədə işlədə bilirik. Amma çantamız hələ doludur. Gəlin, daha iki dənə yeni şey öyrənək. Hazırsınız? Baxaq görək bu nədir? Aha, bu bir karandaş qutudur. Bütün qələmlərimizi, karandaşlarımızı səliqəli saxlamaq üçün ən yaxşı yer. Karandaş qutuya ingiliscə pencil case deyirlər. Fikir verdiniz? Sanki iki sözü birləşdiriblər. Biz onsuz da pencil sözünü bilirik, yanına bir dənə də case əlavə edirik. Olur pencil case. Gəlin birlikdə deyək. Pencil case. Yaxşı, bəs benim karandaş qutum var necə deyərik? Artıq siz bunu bilirsiniz. Bəli, I have a pencil case. Gəlin mənlə bir yerdə deyin. I have a pencil case. Super. Və son olaraq, bütün bu pozanı, karandaşı, qutunu nəyin içində daşıyırıq? Əlbəttə ki, bel çantasının. Bel çantasının ingiliscə adı backpack'dir. Qulaq asın tələffüzünə. Backpack. Məzəli səslənir, elə deyilmi? Sanki bizim bərk-bərk sözümüzə oxşuyur. Gəlin bir yerdə deyək. Backpack. Və sonuncu cümləmiz, mənim bel çantam var. İngiliscə necə olar? I have a backpack. Gəlin sonuncu dəfə hamımız birlikdə ucadan deyək. I have a backpack. Siz möhtəşəmsiniz. Afərin, 4 dənə təzə söz və bir super cümlə qəlib öyrəndi. İndi isə gəlin çox sürətli bir təkrar edək. Görək hamısı yadımızda qalıbmı? Hazır olun. Deməli, məndən sonra təkrar edin. Birincisi, eraser. İkincisi, pencil. Üçüncüsü, pencil case. Və sonuncusu, backpack. Əla, hamısı yadınızdadır. Və indi gəldik ən maraqlı yerə. Artıq növbə sizindir. İndi siz danışacaqsınız. Mən inanıram ki, sizdə super alınacaq. Deməli, indi sən danışırsan. Mən soruşuram, what you have, yəni sənin nəyin var? Sən də öz çantana baxıb cavab verirsən. Məsələn, I have a pencil ya da I have an eraser. Bax gör çantanda başqa nələr var. Çalış, hamısını bu cümlə ilə də. Siz bunu bacaracaqsınız. Növbəti dərsdə görüşənə qədər. Hələlik.